Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugün sizlər üçün qatları tel-tel, xırçıltılı səpmə şorqoğalı hazırlayacağım. Əvvəlcə qabın içərisinə 200 ml stəkanla 6 stəkan un, 1 dolu olmayan yemək qaşığı duz əlavə edib qarışdırıram. Üzərinə 1 yemək qaşığı maya tökürəm və ilıq süd əlavə edirəm. 1/4 armudu stəkan alma sirkəsi, 3 yemək qaşığı da duru yağ əlavə edirəm. Alma sirkəsini üzüm sirkəsi ilə də əvəz edə bilərsiniz. Yenidən biraz süd əlavə edib xəmir yoğururam. Sarı kökü unutduğum üçün sonradan əlavə edirəm. Yarım çay qaşığı da sarı kök tökürəm. Südü az-az əlavə edib yumşaq xəmir yoğururam. Xəmirin üzərini örtüb özünə gələnə qədər gözlədirəm. Çalışın şorqoğalı xəmirini yumşaq yoğurun. Artıq xəmir özünə gəlib. Dəzgahın üzərini unlayıb xəmiri dəzgahın üzərinə tökürəm. Xəmirə əlimlə uzunsov forma verib kündələyirəm. Bu xəmirdən 8 ədəd kündə alınır. Daha sonra isə kündələri yayıram. Kündələrin hamısını yayıb ayrıca bir yerə süfrənin üzərinə yığıram. Daha sonra dəzgahın üzərinə biraz yağ vururam. İlk yaydığım kündəni, yəni yuxanı dəzgahın üzərinə qoyuram. Üzərinə ərinmiş yağ tökürəm və əlimlə hər tərəfə gələcək şəkildə yayıram. Daha sonra yuxanın kənarlarından başlayıb xəmiri çəkirəm. Yuxaya dörtgünc forma vermək lazımdır ki, kəsən zaman rahat olsun.
Üzərinə isə hazırladığım içliyi tökürəm. İçliyin hazırlanma qaydası səhifəmdə var. Linkini də videonun alt bölümündə paylaşacağım. Üzərinə isə digər yuxanı qoyuram. Bu yuxanı da yağlayıram. Daha sonra isə onu da kənarlara doğru çəkirəm. Az olan hissəyə biraz yağ tökdüm. Daha sonra bunun da üzərinə içlikdən tökürəm. Bu qayda ilə yuxaların hamısını üst-üstə yığıram. İndi isə lent formasında kəsirəm. Kəsdiyim xəmirin bir tərəfindən başlayıb bükürəm. Bükən zaman xəmiri beləcə çəkin. Bu xəmirdən 14 ədəd şor qoğalı alınır. Daha sonra kündələri soba listinin içərisinə yığıram. Üzerini salfan torbu ilə örtürəm və xəmir tam yumuşalana qədər, yəni kündələr özünə gələnə qədər gözlədirəm. Səpmə şor qoğalının kündələri biraz gec özünə gəlir. Ona görə də tam yumuşalana qədər kündələr saxlamaq lazımdır. Daha sonra isə bu qayda ilə yayılır. Yaydığım kündələri soba listinin içərisinə yığıram və yenə də 15-20 dəqiqə özünə gələnə qədər gözlədirəm. Yaydığım kündələr də özünə gəldikdən sonra, yəni tam yumuşaldıqdan sonra üzərinə yumurta çəkirəm. 1 ədəd bütöv yumurta, 1 ədəd yumurta sarısı, eləcə də 1 çay qaşığı duru yağı çalıram və qoğalların üzərinə çəkirəm. Üzərini isə qara çörək otu tökürəm. Daha sonra qoğalları əvvəlcədən qızdırılmış 200 dərəcəlik sobada alt-üst rejimdə bişirirəm.
Artıq mənim səpmə qoğallarım bişib hazırdır. Olduqca dadlı, xırçıltılı qoğallar alınır. Əziz xanımlar, əgər siz də mənim bu reseptimi, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Arzu və istəklərinizi videonun alt bölümündə yaza bilərsiniz. Sağ olun, görüşərik.